Değerli izleyicilerimiz, hoş gördük her birinizi. Değerli izleyicilerimiz, bu günlərim Şəmşirli bir gözəl qardaşımız adını çəkilməyin istəmir. 5000 rubl pul göndəribdi. 99 manat pul eləyir. Hər ailəyə 40 manatlıq ərzaq gətirmişik. Oyxan, Ayxan elə. Bunlar iki qardaşdılar, ikizdiler. Allah atalarına rəhmət eləsin. Bunların 2 yaşları var idi, ataları rəhmətə getdi cavan. Allah rəhmət eləsin. Orhan, həkim sizə askı yazıb. Xahiş edirəm, bax buradan videomuza baxan qardaşlarımıza, yəni bu uşaqlara bir nəfər gözəl qardaşımız da hərəsinə bir velosiped aldı. 3 uşaqdır. Bunlardan da böyük bacıları var. Xahiş edirəm, kimin imkanı varsa 120 manat edir. Hərəsinin askısı 60 manat pul tutur. Kimin imkanı varsa kömək eləsin. Bu gözəl balalara 2 dənə askalaq. Axam, alayım bunu qazanım. İçində ət də var. Möhkəm götürə ağırdır. Sağ ol. Yağ da var. Onları xaladenliyə mamaya deyərsən qoy. Şirin ağızla yiyin. Ha, sağ ol. Sağ olun bacı. Allah öz kömək olsun. Değerli izleyicilerimiz, bir daha gözəl izleyicilerimiz, bu günlərim Şəmşirli qardaşımız 5000 rubl pul göndərib 2 dənə ailəyə, bir ailənin payın vermişik. Bu da 2-ci ailənin ilkin balamıza gətirmişik. İlkin bunu biləmi göndəribdi. 40 manatlıq bazarlıqdır. Bir payda sağa gətirdi. Allah köməyin olsun. İlkiyə niyə görünmürsən? Görüntürəm bana. Denə səni. Sen sevmiyorsun. İlkin balamızı hamı çox istəyir. Allah atasına rəhmət eləsin, Firdevsi qardaşımıza. Allah bunu göndərən qardaşımızın da ölənlərinə rəhmət eləsin, balalarını saxlasın, qazancı bol olsun. Köməyin olsun. Elə sənin də xeyqanı, elə şeyin də göndərənin də Allah sənə sağ olsun. Sağ ol, sağ Əvəzini ol. versin Allah. Çox sağ ol. Şirin ağızla yiyin. Götür, içində ət də var. Xaladenliyə qoyarsın. Ağırdır ha, qoy anan götürsün. Götürənməzsən. Oldu, sağ ol için bala. Allah seni sağ olsun. Sağ ol. Qoy bura anan qaparsın.